Salam, xoş gördük, hörmətli həmkarlar. Bugünkü tədbirimizə xoş gəlmisiniz. Bugünkü tədbirimizin mövzusu ilə sizi tanış etmək istəyirəm. İqtisadiyyatın rəqəmsallaşması məşğuliyyətə təsiri. Mövzumuz çox bugünkü zamanla ayaqlaşan aktual mövzudur. Onu da qeyd etmək istəyirəm ki, tədbirimiz Unik Tədqiqat Mərkəzlərinin işin əlaqələndirməsi və təşkili şöbəsi, Əmək Bazarının Monitorinqi Mərkəzinin və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Və onu da qeyd etmək istəyirəm ki, tədbirimiz Tədqiqat Mərkəzlərinin işin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanır. Ona görə tədbir zamanı əgər mümkün olarsa səslərinizi biraz da demək ancaq çıxış üçün olanda demək açarsınız zəhmət olmasa. Mən əsas məruzəçilərimizi sizə təqdim etmək istəyirəm. Milli Observatoriyanın Əmək Bazarının Təhlili və Monitorinqi şöbəsinin müdürü, eyni zamanda Əmək Bazarının Monitorinqi Mərkəzinin tədqiqatçısı Mətləb müəllim Mahmudovdur. İkinci məruzəçimiz isə Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyə xanım Rızayevadır. Mən məruzəçilərimizə söz verməmişdən öncə sözü Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri, hörmətli dosentimiz İsmail İsmailova vermək istəyirəm. İsmail mən buyurun, siz zəhmət olmasa öz fikirlərinizi deyin, sonra sözü Mətləb müəllimə ötürərik. Salamlar da salamlayıram. Burada işləşlərimizi hamısını. Bugün İsmail müəllim, səsiniz biraz astadan gəlir. Olar bəlkə nəsə ola bilər qulaqçıqdandır. Aha, buyurun. Gəlir indi. Bəli, bəli. Bugün Əmək Bazarının məşğuliyyət təsiri ilə bağlı bugün bizim seminarımız keçirilib. Rəqəmsallaşması məşğuliyyət təsiri istiqamətində. Bizim məruzəçimiz Milli Observatoriyanın Əmək Bazarının Təhlil və Monitorinq şöbəsi müdürü Mətləb müəllim çıxış edəcək bugünkü bizim seminarımızda. İstəyirəm Mətləb müəllim Mahmudov çıxış edəcək. Mətləb müəllimə söz verək. Vaxtımız söz edilməsin, sonra müzakirələrdə bizə çıxış edəcək. Oldu İsmail müəllim, təşəkkür edirəm. Mətləb müəllim, siz söz deyin, sonra mən təqdimatınızı paylaşarsınız inşallah. Çox sağ olun. Minnətdaram sözü verdim. Hamını salamlayıram. Üzümüzə gələn Azərbaycanlıların beynəlxalq həmrəylik günü münasibətilə hamını təbrik edirəm. Üzümüzə gələn bu 2022-ci ildə hamıya işində, ailəsində uğurlar, ailə səadəti və əsas can sağlığı arzulayıram. Çox sağ olun, belə bir tədbirə mənə dəvət etdiyi üçün və böyük məmnuniyyətlə razılığımı verdirmişəm. Çünki həqiqətən bu məsələ ətrafında mübadilə aparmaq, fikir mübadiləsi aparmaq, söz demək, tədqiqatlarla bölüşmək çox vacibdir. Çünki həmin bu proseslərin baş verməsi fonunda cəmiyyətin yavaş-yavaş rəqəmsallaşmaya transformasiyası fonunda hətta mən deyərdim ki, bir çoxları bundan qorxmağa başlayıb, ehtiyat etməyə başlayıb. Görəsən nə olacaq, taleyimizdə nə baş verəcək, gələcək bizim bu iş yerlərinin xarakteri necə dəyişəcək və s. Bu cür suallar qarşısında sözsüz ki, biraz çaşqınlıq da var. Allah'a şükür, dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görülür. Rəqəmsallaşma ilə bağlı yaradılmış mərkəz, həmçinin Nazirliyin adında, Rabitə Nazirliyinin adında rəqəmsal sözündə əlavə olunması və 4-cü sənaye inqilabının mərkəzi yaradılması və s. bu tipli təşkilatlar sözsüz ki, artıq gələcəkdə bu qarşılayacağımız problemlərlə elə bir ki, baş-başa gələrkən hansı bir çətinlik qarşısında geriyə çəkilməmək və ona əksinə hazır olmağı necə deyirlər, bizə zəmin yaradır. Araşdırmalar göstərir ki, rəqəmsallaşma qlobal bir prosesdir və onun qarşısını heç cürə almaq mümkün olmayacaq. O artıq
istənilən yerdən bizim həyatımıza, işimizə, gördüyümüz bütün əməllərimizə hamısına daxil olur. O, deyək ki, planlaşdırılmış formada da və ya plansız formada da artıq onun müdaxiləsi hiss olunur. Bununla belə biz indi gələcəkdə məşğulluqla bağlı təhlilləri apararkən görürük ki, artıq rəqəmsallaşma ilə bağlı müəyyən, deyək ki, qabaqlar ancaq fantastik əsərlərdə bu haqda oxuyardıq. Amma indi görürük ki, bu bizim real həyatımıza daxil olub. Virtual iş, virtual əmək fəaliyyəti, virtual bank əməliyyatları, virtual formada müxtəlif işlərin görülməsi, sifarişlərin yerinə yetirilməsi, bundan əlavə həmin o rəqəmsallaşmanın yeni texnologiyalara tətbiq olunması, robotlaşmanın genişlənməsi və s. Bunlar günün reallığıdır və onlar get-gedə daha da təkmilləşir, daha da belə məhsuldarlığını çoxaldır və biz gələcəkdə bunların yarada biləcək fəsadlarından da artıq danışmalıyıq. Bu fəsadlar nə ola bilər? Bunu mən təhdid kimi rəqəmsallaşmanın deyil, sadəcə olaraq yaradıca biləcək müəyyən o, deyək ki, fəsad mı deyək, müəyyən o həyatımıza tərzini, xarakterin dəyişməsini mi deyək, bu cür yanaşıram. Yəni, bu nə deməkdir? Yəni, hamı da artıq ədəbiyyatla tanışdır, müəyyən beynəlxalq trendləri izləyirsiniz və görürsünüz ki, müəyyən tədqiqatlar aparır və orada xəbərdarlığı, hətta Bill Gatesin xəbərdarlığı, Elon Musk'ın xəbərdarlığı ki, biz bu sürəti biraz yavaşlatmalıyıq, onun sürətli belə addımlaması gələcəkdə müəyyən faciələrə də səbəb ola bilər və s. bu haqda çağırışları da var. Bununla belə məncə bundan qorxmaq lazım deyil, sadəcə bu proseslərə hazır olmaq lazımdır. Əsas qorxu nədən ibarətdir? Yaradılmış olan rəqəmsal avadanlıq, tutaq ki, yeni robot, hansı ki müəyyən bizim sifarişləri həyata keçirdəcək və orada onun necə bir faktor kimi özünün təkrar istehsalı ilə məşğul olacaq. Süni zəkanın vasitəsilə robotun özünün təkrar istehsalı daha təkmil olacaq. Artıq mən deyərdim, əgər biz indi fikirləşirik ki, gələcəkdə bu yeni avadanlarla, texnologiyalarla kimsə işləyən mütəxəssis harlarındadır. Artıq onlara bu lazım olmayacaq, belə deyək, konkret. Artıq həmin o robotlar özlərinin təkrar istehsalında təkmilləşmiş formada bu avadanlıqları daha da təkmil formada bizim əvəzləyicimiz kimi rolunda çıxış edəcək. Yəni, mən indi təqdimatda göstərərəm sizdə hansı ki, bir çox peşə və ixtisaslar var ki, hansı ki, 2030-cu ildən sonra demək olar ki, onlar yavaş-yavaş hamısı sıradan çıxacaq və hansı peşə və ixtisaslar deyək ki, aktual olaraq gündəmə gələcək. Hətta mən deyərdim, o aktual olan gündəmə gələn peşələr də müvəqqəti olacaq. Yəni, orada onların ömrü haradasa 5-10 il arasında dəyişəcək. Yəni, onlar da artıq daha yeni bir peşə və ixtisaslar, yeni bir məşğuliyyət iş yerlərinin yaradılmasını ehtiva edəcək. Bununla bağlı indi mən istəyərdim, Rəna xanım, biz onu işarə edək, açaq belə giriş kimi gedək. Sözsüz ki, biraz... Paylaşın siz, zəhmət olmasa Mətləb müəllim. Açıq, bu deyil. Görürsünüz də, yəni ki də. Aha, bəli. Bu dəqiqə mən onu... Tam ekran eləyə bilərsiniz. Mətləb müəllim, tam ekran. Aha, bəli. Deməli, gedək. Burada belə bir girişdir, hardasa 14 slayddan ibarət bir təqdimatdır. Burada biz çalışmışıq müəyyən o deyək ki, struktura riayət edək, hansı ki, məsələlərə toxuyacaq. Burada sözsüz ki, əmək bazarından əlavə təhsilin də gələcəkdə problemləri ilə bağlı məsələlər ortaya qoyulub. Müəyyən dünya üzrə trendlər, Dünya Bankı tərəfindən aparılmış araşdırmaların nəticələri öz əksini tapıb, Avropa Birliyi ölkəndə rəqəmsallaşmanın cari vəziyyəti haqqında müəyyən məlumatlar, statistik göstəricilər qeyd olunub və işsizlərin risk altında işçilərin payı, insan və maşın üçün vəzifələrin nisbəti və s. bu məsələlər toxunub. Vaxtımız getməsin deyə keçək o bir slayda. Burada giriş kimi artıq bizi gözləyəcək o hadisələrlə bağlı müəyyən məsələlərə toxunulub. Ən əsas burada ömür boyu öyrənmənin önə çəkilməsidir. Çünki
biz bunu prosesi davamlı görürük. Yəni, beşikdən qəbrə kimi öyrənmə prosesini nəzərdə tuturuq. Hansı ki, əgər istəyirik ki, öz iş yerimizdə oturaq və yaxud yeni iş axtaran üçün, öz üçün iş tapması üçün də nə etməsi lazımsa, bu ona ehtiyac edir. Burada Finlandiya təcrübəsinə müraciət eləmişik. Finlandiyanın modelidir. O, həmin o rəqəmsallaşma ilə bağlı hansı strategiyalara üstünlük verir. Finlandiyada belə milli bazarlıqlar forumu deyilən var. O da bizim Milli Observatoriyaya analogu olan bir şeydir. Yəni bir təşkilat qurumdur. Orada qeyd olunmuş yuxarıda 4 bənd üzrə müəyyən fəaliyyətləri həyata keçirilir və o parlamentdə daimi göstərən komitə qarşısında məsələlər qaldırdıqdan sonra artıq hökumət gələcəyə dair araşdırmalarının nəticələrinə müvafiq dövlət proqramlarını qəbul edirlər. Biraz mən deyərdim Finlandiyanın fəaliyyət mexanizmi bizim keçmiş öyrəşdiyimiz Sovet dövründəki biraz o 5 illik plana da oxşayır. Onların o strategiyaları və s. öz əksini belə tapır. Onlar amma biraz yenilmiş formada, daha deyək ki, kreativ formada bunları təqdim edirlər. Finlandiyanın necə deyirlər, biraz öz problemləri var, sosial-iqtisadi baxımdan. Bizim isə oxşar, deyək ki, ancaq yeniliyə can atmağımız belə ola bilər. Digər Singapur hökumətinin bu sahədə apardığı fəaliyyətə aiddir. Artıq orada Müdafiə Nazirliyi, yəni həqiqi Müdafiə Nazirliyi, yəni orada olan Müdafiə Nazirliyi, sosial müdafiə yox, gələcəyin inkişaf ssenarilərinin planlaşdırması və planlaşdırması üzrə bazarlıqların inkişaf etməsi prosesinə start verilir və həmin o ssenariyə uyğun siyasi düşüncə və ictimai xidmətlərin inkişaf etdirilməsi məqsədilə gələcəyin planlaşdırılması və planlaşdırılması bir vasitə olaraq qəbul olunur. Bu strategiya qrupu yaradılmışdı. O qrup isə gələcək haqqında bütün mövcud konsepsiyaları qiymətləndirə, bütün, yəni dünya üzrə və gözlənilən problemlərin müəyyənləşdirilməsi üçün, yəni onların qarşılayacaq problemləri artıq onlar təhlil etdikdən sonra uzun müddətli dövrə əhatə edən planlaşdırma həyata keçirilir və baş verəcək fövqəladə halların ssenarinin və qarşısının alınması üzrə planlar hazırlanır. Burada Azərbaycanda indiki dövrdə biraz əmək bazarında olan vəziyyətə aid statistik göstəricilərin ortaya qoymuşuq. Bətin hesablamaları göstərir ki, 2030-cu ilə qədər ümumiyyətlə dünya gənclərinin 25-30% işsiz, təhsil və ya təlimlərdən kənarda qalacaq. Yəni bu belə bir tendensiya gedir. 2018-ci ildə bu göstərici biraz aşağı idi, hardasa 17-18% idi. Amma artıq 2030-cu ilə kimi bu faizin artması gözlənilir. Gənclər arasında sözsüz ki, qeyri-fəallıqla bağlı gender bərabərsizliyində olduğu qeyd olunur burada. Bunu biz sadəcə olaraq əsas bu gənclərin məşğulluğunun tədqiqi müstəvisində ortaya qoymuşuq bu statistik. Yəni orada bizim nazirlik qarşısında da belə bir məsələ qoyub ki, qeyri-fəalların aktiv əmək proqramlarına, məşğulluq proqramlarına cəlb olunması haqqında müəyyən təkliflər paketi hazırlayaq və o müstəvidə biz bunu da təhlil etməyə məcburuyuz. Sözsüz ki, burada müqayisəli təhlil verilmişdi. İşsiz gənclərin göstəriciləri, qeyri-fəal gənclərin göstəriciləri. Qeyri-fəal artıq gördüyünüz kimi Azərbaycanda o qədər də az göstərici deyil. Rəqəmsallaşmanın gətirdiyi burada Avropa ölkələrində rəqəmsallaşmanın göstəricilərinə gəldikdə belə bir məsələlər müzakirəyə çıxarılır. Müəyyən imkanlarla yanaşı çətinliklər də var. Süni zəkanın tətbiqi getdikcə genişlənir. Hər il 10% çox genişlənməklə iqtisadiyyatın ümumi inkişafını qabaqlamışdır. Avropa Birliyində son 10 ildə rəqəmsal texnologiya mütəxəssisliyə tələbat hər il 4% artır. 2020-ci ildə İKT üzrə 756 min mütəxəssis vakansiyası qeydə alınıb. Artıq 2020-ci il, yəni geridə qalıb. Bu biz bunu onların son statistikasını belə üzr tapmışıq. Avropa Komissiyası artıq iş yerlərinin 90% rəqəmsal bazarlıqla tələb edildiyini qeyd edir və Avropa Birliyinin işçi qüvvəsinin 44%-ni rəqəmsal bazarlıqlara malik olduğunu da bildirilir. Tənzimləmə məsələlərinə gəldikdə isə
İnnovasiya və rəqəmsallaşma əsas məqsədləri burada dediyim kimi öyrənənlərin öyrənmə tərzinin dəyişdirilməsi ilə bağlıdır. Sözsüz ki, ənənəvi təhsildən digər təlim modellərinə, öyrədici texnologiyalara, öyrənmə mühitinin necə deyirlər, genişlənməsinə, hər bir şeyin öyrətməyi deyək ki, göstərməsini nail olmaq məsələsi əsas məqsədlərdən biridir. Yəni, burada divar, yol, svetofor, keçidlər, hamısı bizim əhalimizi gələcəyə öyrətməlidir. Yəni, öyrənmə bu mənada total bir proses olmalıdır və ömür boyu da biz bundan istifadə etməliyik. Bunu özünüz bilirsiniz ki, çox vaxt xaricə dil öyrənməyə gedirlər. Nə üçün? Çünki orada hər bir şey o dili öyrətməyə kömək edir. Ona görə də buna üstünlük verilir. Bizdə də yəni öyrənmənin ən, belə deyək ki, mobilliyini artırmaq üçün bu vasitələrdən istifadə etməyə məhkumdur. Digər bir məsələ isə Dünya İqtisad Forumunun hesabatının nəticələrinə görə 2020-ci ilə qədər 85%, yəni sorğu keçirdi. Şirkətlərin 85%-i böyük data və analitik texnologiyaları mənimsəyəcəklər. Yəni, ən vacib tələb olunan peşə ixtisas artıq big dataların təhlili ilə məşğul olan analitiklər, proqnoz verən analitiklər və s. olmasıdır. Yəni, mən LinkedIn-də hərdən özünüz üçün təhlillər aparıram. LinkedIn-də də orada baxıram ki, ən yüksək əmək haqqılı tələb olunan iş yerləri əksəsən o big datalarından təhlili ilə məşğul olan mütəxəssislərin ehtiyacın olduğunu qeyd edirlər. Sözsüz ki, indi bizim tədqiqatlardan birində belə bir faktor ortaya qoyulub ki, dəqiqə yer kürəsində 5 milyona qədər robot istifadə olunur və bu 5 milyon robot 800 milyon işçinin gördüyü işi görür. Yəni 5 milyon robot 800 milyon görülən işçini görür. İndi təsəvvür edin də, indi o getdikcə milyonların sayı robotların arasında artdıqca işçilərin sayında nələr baş verə bilər. Sözsüz ki, bunu o demək deyil ki, biz belə gözləyəcəyik ki, dünyanı total işsizlik basına alıb getsin. Xeyr, elə deyil. Hər bir halda, hər bir problemin həlli yolları da var və biz də inanıram ki, təkcə biz yox, bütün bəşəriyyət qlobal səviyyədə bu həlləri addım-addım həll etməyə çalışacaq. Digər bir məsələ insan cihaz sərhədində məsələdir. Və mən öncə girişdə də bu haqda danışdım. Həmin o məsələlərdir. Yəni, insan cihaz münasibətlərində Bəli, nəsə problem var? Yox, nəyəsə mən gördüm ki, incə əlaqə qırıldı, ona görə. Tamam, paylaşın yerdə, təqdimat. Üzr istəyirəm. Problem deyil. Buyurun, görürsünüz də. Bəli. Tamam. Burada bir statistika var. O, öncə dediyim, səsləndiyim ki, 5 milyon robot 800 milyon işçinin gördüyü işin belki 50%'ni görür və növbəti 5 milyonda sözsüz ki, belə çıxır ki, 100%'ni görə bilər. Ona görə bunun üçün hazırlıq etmək lazımdır. Yəni, belə bir sual var. Biz nə edəcəyik onda, əgər robotlar hər şey görəcəksə? Artıq müəyyən biz Milli Observatoriyaya daxili bəzi müzakirələr aparmışıq. Gələcəkdə humanitar sahənin inkişafına xüsusi diqqət yetiriləcək. Bu nədir? Birinci növbədə sağlamlıq məsələsinin önə çəkilməsi, insan sağlamlığının birinci növbədə o həll olmalıdır. İkinci növbədə mədəniyyət və turizm sahələrinin inkişaf etdirilməsidir. İnsanların yaradıcılığa, mədəniyyətin digər komponentlərinə məşğul olmağa həvəsləndirilməsi prosesi getməlidir. Yəni, insan humanizmin ən yüksək zirvəsinə belə çata bilər. Yəni, avadanlıqlar bizim əvəzimizə işləyəcək, pulu qazanacaq və bizim demək o ki, maddi tələbatımızı ödənməsi o qədər problem olmayacaq. Yəni, indi əgər bir bitcoin vaxtilə
30 dollara satıla bilməyən Bitcoin indi 60 min dollara satılırsa, elə bilin ki, həmin o cihaz münasibətində həmin o cihaz sayı, ölçüsü, həcmi müəyyən olunmayan rəqəmlərlə ifadə olunan gəlirlər gətirə bilər. Və bu həmin o gəlirlər sözsüz ki, düzgün paylaşmalıdır. Yəni, mən inanmıram ki, iş adamları bu gəlirləri elə yığıb haradasa saxlasınlar. Çünki onlar da bölüşməlidirlər bu gəlirlərlə. Bu, bütün bəşəriyyətə yəni, malik olan bir gəlirdir. Bu, qeyd olundu, bu sahələr üzrə həmin o yeniliklər birinci növbədə buranı əhatə edəcək. Növbəti nə üçünsə getmir. Burada işsizlik riski altında olan kişilərin payı burada kommunal xidmət sahəsində getdikcə 2%-dən ta toplam və pərakəndə satış yüksək 15 və yerləşdirmə qida xidmətləri üzrə olan 47%-ə kimi yüksəlir. Yəni, bunu da nəzərə qaçırmayaq. Yəni, müəyyən bir müzakirə obyekti kimi göz qabağındadır ki, bu belə proseslər bizi gözləyir. Yəni, bu nədənsə slayd dəyişilmir. Rəna xanım, məni eşidirsiniz, hə? Bəli, eşidirik. Mən buradayıq. Slaydlar dəyişməsi ola bilsin, internetin sürəti zəif olanda, amma bizim də... Bildim, hə. Biz burada. Yəni, o mənada, hə. Yəni, artıq... Escape'i vurun, təzdən girin. Escape'i vurun. Sizin vapşi bu şey işləmir. Çıxın təzdən girin. Hapsın. Narahat olma, indi düzəldəcək, qoy müəllim özü həll eləsin. Onda mən çıxım təzdən girim də. Bəli. Təzdən girin, çıxın təzdən girin. Demonstrasiya, tamam müəllim. İndi təzdən girin. Rəna xanım. Bəli, tamamdır. Buyurun. Dəyişmir nədənsə yenə. Vurursunuz, dəyişmir yenə, keçə bilmirsiniz. Bəli, dəyişmir o nədənsə. Mən orada siyahını əsas polun ekrana verməyin siz çıxanda. Polun ekrana verməyin. O qıraqda şeylər göstərsin, bir-bir girin də, oradan girin. Mən polun ekranı vermirəm, amma bu dəqiqə polun özü asılır. Yox, donubu artıq ona görə. Yox, problem deyil. Bir dəqiqə, baxım görüm burada nə edə bilərəm. Deyəsən düzəldi, bu dəqiqə üzr istəyirəm. Deyəsən düzəltdim. Tələsin. Görürsünüz də. Bax, indi açsaq o bir-bir polun ekrana verməyin, bir-bir oradan girin. Yəni, mən artıq o bir slaydları yox, elə bu slaydı istəyirdim göstərəm. Burada müxtəlif sənaye sahələr üzrə tələbatın artdığı və azaldığı peşələrdir. Burada siyasın biz təqribən 20 belə yuvarlaq formada 20 peşə və ixtisasları qeyd eləmişik. Və burada onların hamısının yəni artan peşə ixtisaslar özünüz görürsünüz ki, öncədən elə data analitiklər və tədqiqatçılar, süni zəka texnologiya üzrə mütəxəssislər, böyük data mütəxəssisləri, əşyaların interneti və s. Bu hansı ki, indi start verilmiş, günün realına çevrilmiş peşə və ixtisaslardır ki, bizi deyək ki, bu həmin o proseslərə hazır olmağımıza çağırır. Bu isə artıq azalan peşə və ixtisaslardır və azalaraq pensiyaya göndərilən peşə və ixtisaslar biz ona deyirik, yəni tarixə çevriləcək. Ancaq kitablarda oxuyacaq ki, müəyyən dövrlərdə bizdə fiziki maliyyə analitikləri vardı, fiziki poçt və kuryer xidmətləri vardı, merchandiser. Bunun hamısını sözsüz ki, bu artıq süni zəkanın cihazları həyata keçirəcəkdir. Növbəti qarşısına çıxan maneələr. Maneələr çox olacaq. Burada biz top olaraq müəyyən maneələri qeyd eləmişik. O maneələr, bilirsiniz ki, bizdə hərdən internetin zəif olması hələ uzun müddət bizdə rəqəmsallaşmanın təsirinin o qədər də böyük olmayacağını işarədir. Bu bir. İkinci də ki, digər subyektiv maneələr ola bilər, gözlənilməz hadisələr ola bilər.
Bu içərisində sadalananların içində tutaq ki, pandemiya ilə bağlı məsələ hələ qoyulmayıb. Onun da nə qədər maneə olduğunu biz görürük. Yəni burada faizlərin və məsələlərin necə öndə olmağını mən vurğulamaq istəmirəm, amma hər halda müəyyən hesablamalar və Dünya Bankının apardığı hesablamalara görə nəticə budur. Digər bir formatda artıq mən təkliflərə gəldim, çatdım. Burada mən bu cədvəli göstərmədim, elə istəyirdim bununla da yekunlaşaq. Burada insan və maşınlar üçün vəzifələr nisbətidir 2025-ci ilə kimi. Yəni göründüyü kimi bu həmin o hesabatdan götürülmüş PDF formatında şəkil deyil. Yəni biz burada bunu bir tərəfini elə Azərbaycan dilinə tərcümə edib qoymuşuq ki, anlaşıqlı olsun. Burada göründüyü kimi insanlar o göy rəngdə olandır, maşınlar isə qırmızı rəngdə olanlardır. Bunun yəni irəliləməsi və geriyə çəkilməsi templəri getdikcə artan istiqamət üzrə davam edir və bunun sözsüz ki, bizə müəyyən çağırışlar da edir, müəyyən risklərin və fürsətlərin olmasından xəbər verir. Fürsətlər nədən ibarət olur? Sözsüz ki, biz təkliflərimizdə də bunları qeyd eləmişik. Mən onların bir-bir hamısını oxumaq istəmirəm. Yəni, təcrübə, burada əsas təhsilin xarakterinin dəyişməsindən gedir. Açıq deyim, həmin o humanitar məsələlər yəni öndə olacaq, təhsil orada birinci yerdə gedir. Yəni, təhsil sahəsi getdikcə genişlənəcək. Yəni, oxumaq istəməyənlər də belə məcbur etmək lazım olacaq oxusunlar. O hər bir qapıdan içəri girməlidir ki, insan yəni müəyyən o savadlılığını artırsın. Yəni bu əsas məqsəd kimi qoyulub. Hətta bu yaxınlarda Təhsil Nazirliyi dedi ki, biz ali təhsilə qəbulun planını artırmalıyıq. Ali təhsilə qəbulu asanlaşdırmalıyıq. Yəni orada imtahan, testlə, imtahanla qəbul vermək yox, elə kim istəyirsə oxumağa sənədlərini versin. Bəlkə imtahan vaxtı müəyyən bir vəziyyətdə olub, amma oxuyan zaman yeni bir istedad aşkara çıxacaq. Mən ona razıyım, çünki Avropa ölkələrində mən bilən çoxdan da onlar imtahansız sənədləri qəbul edirlər. Əsas orada semestrlərin imtahanlarının verilməsi və kreditlərin borcunun həll olması ilə təhsilin pillələrinin adlaması məsələsi yanır. Gələcəkdə də bizi bu proseslər gözləyir. Əgər nazir bunu deyirsə, deməli bizi yaxında bu məsələlər gözləyir. Mən üzr istəyirəm, biraz zəng gəldi. Üzr istəyirəm. Təkliflər bu müstəvidə bizdə paylanır. Əsas burada çətin həyat şəraitində düşən gənclərin, qadınların, işsiz qalan şəxslərin, vətəndaşların gələcəkdə yəni onların məşğulluğunun təmin olması məsələsidir. Sözsüz ki, yeni açılan iş yerlərində görürsünüz ki, tələblər tamamilə başqa müstəvidə olacaq, keyfiyyət tələbləri başqa müstəvidə olacaq, hazırlıq tələbləri və s. Ona görə də nə demək olur ki, bunu xüsusi dövlət proqramları artıq hazırlanıb, tədricən həyata keçirilir. Siz yəni ki, tanış olmuşsunuz, təhsilin inkişafı üzrə strategiyanın 5 illik strategiyasında da bu məsələlər öz yerini tapıb. Onlar bizi ilə bir yerdə o təhsilin strategiyasını da müzakirə etmişdilər və çox belə deyərdik ki, ümid verici hədəflər qoyulub və inanıram ki, onlara biz nail olacağıq. Mən bu qədər. Buyurun. Təşəkkür edirik Mətləb müəllim, çox sağ olun. Siz Mətləb müəllim təqdimatı dayandıra bilərsiniz, zəhmət olmasa. Bir dəqiqə, mən onu işarə edən dayandırıram da. Tamam. Bəli, orada çıxın. Yaxud da mən buradan özüm. Siz demirən çıxartmalısınız. Oradan da olur, həmən çıxartdım. Təşəkkür edirik. Kiminsə sualı olarsa, əgər etiraz eləmirsiniz, buyurun. Əgər indi varsa sualı olan buyura bilər. Amma yaxud da
Ülvi xanımın çıxışını dinləyək, sonra ümumi müzakirə üçün və yaxud da sual cavab üçün kim istəsə, deməli, qoşula bilər bizə. Ülvi xanımın da sözü verək sizə, Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülvi xanım Rızayeva. Buyurun. Salam, hörmətli müəllimlər. Çox sağ olun, Rəna xanım, çox sağ olun, Mətləb müəllim. Mətləb müəllimin çıxışına çox diqqətlə mən qulaq asdım. Öncədən onun təbriklərinə mən də qoşuluram. Yeni il, qarşıdan gələn yeni il bayramı ilə və Dünya Azərbaycanlıların Həmrəylik günü ilə hamını təbrik edirəm. Sözün düzü mənim biraz rakursum fərqli oldu və öncədən də elə fikirləşirdim ki, bəlkə mən İsmail müəllimdən soruşum ki, xahiş edim ki, bəlkə prezentasiyaya baxım ki, eyni olmasın da. Amma sonradan nəsə baş qarışdı, heç xahiş də eləmədim. Ancaq indi görürəm ki, doğrudan da bizim çıxışlarımız, bizim informasiyamız müxtəlif rakurslardan eyni mövzuya baxmışıq biz. Sadəcə olaraq Mətləb müəllimin iki qeydindən mən öz remarkamı verim. Deməli, 30-cu ilə aid olan proqnoz məni çox məyus etdi. Mətləb müəllim, bu işsizliklə əlaqədar, gənclər arasında işsizliklə əlaqədar. Ondan çox gender problemi məni məyus etdi. Və ikinci bir remarkam ona aiddir ki, düz deyirsiniz ki, deməli, dünyanı total işsizlik gözləmir, amma ki, Azərbaycanda IT sahəsi çox belə avangardda olmayan sahə olduğuna görə biz bundan əziyyət çəkəcəyik. Biz bundan böyük əziyyət çəkəcəyik. İndi icazə verirsəniz, mən öz prezentasiyamı qoşum. Rəna xanım, zəhmət olmasa mənə icazə verərdiniz. Deməli, mənim prezentasiyam budur. Rəna xanım da bilir, mən çox da sevmirəm uzun prezentasiyaları və çıxışım da mümkün qədər qısa olacaq ki, sizləri də yormayım. Deməli, yenə də iqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri mən daha çox Azərbaycan... Tam ekran eləyə bilərsiniz, zəhmət olmasın. Tam ekran etsəm, qorxuram ki, itəriyim. Sonradan mən digər, bəli, saytlara da göstərəcəm mən müəyyən saytları ki, müqayisəvi təhlil edək. Mən daha çox aksiyonu Azərbaycan üzrə götürmüşəm və sonda Mətləb müəllim kimi təkliflərimi sıra olaraq yazmamışam. Elə prezentasiya boyunca öz təkliflərimi qeyd edəcəm. Deməli, indi hal-hazırda biz yeni iqtisadi reallıqla üzləşmişik və burada bir sıra maliyyə, hüquqi tənzimlənmə, iqtisadi, sosial, mədəni, psixoloji xarakterli müəyyən mürəkkəb suallar, problemlər ortaya çıxır və bu slaytda göstərilən məqamlar, bunlar açıq olaraq qalır. İndi bunu mən bizim prezentasiyaları göstərən tələbələrim kimi oxumayacağım slaydı düzünü. Amma burada mənim üçün əsas odur rəqəmsal hüquqların, əqli mülkiyyət hüquqların və digər hüquqların qorunması. Ümumiyyətlə, Azərbaycanda tənzimləmə sistemi, hüquqi tənzimləmə sistemi hal-hazırda xüsusilə rəqəmsallaşmada bir qədər zəifdir. Bir qədər biz inkişaf etmiş ölkələrdən geri qalırıq və İlk növbədə təhsil və hüquqi tənzimləmənin normaları gətirmək lazımdır. Mənim düşüncələrimə görə. Deməli, digər tərəfdən bu qeyri-ekonomika, qeyri-iqtisadiyyat, hamımız bununla bəhrələnirik, hamımız bundan istifadə edirik. Bəlkə bilmirik ki, bunun adı nədir, bunun terminologiyası nədir. Çünki, misal üçün, mənim tələbələrimin çoxusu bilmirlər bu nədir. Qeyri-ekonomika nədir? Burada tərifini də yazmışam. Deməli, elə bir sistemdir ki, şirkətlər işçiləri götürmürlər, lakin müxtəlif freelancerlardan istifadə edirlər, onların produktlarından, onların məhsullarından istifadə edirlər. Deməli, bu termin hardan gəlib, terminin mənşəyi hardandır?
Bu biraz jargon sözdür. GİR 20-ci illərdə, 20-ci əsrin 20-ci illərində caz ifaçıları arasında qəbul olunmuş terminidir və elə bir ki, hansı qısa bir axşamlıq, bir gecəlik bir musiqi parçası, hardasa ifa olunan musiqi parçasıdır. Lakin bir gecə ərzində bu parça ifa olunurdu. Bu deməli çox dar çərçivədə olan bir tərifdir, GİR sözü. Digər nöqteyi nəzərdən isə bu hansısa bir işdir ki, iş yetiriləndən sonra onun ödənişi aparılır. Amma iş mütləq yetirilməlidir, yerinə yetirilməlidir, sonra ödənişi aparılır. Deməli, bu GİR iqtisadiyyatın özünün üstünlükləri və çatışmazlıqları var. İşçi üçün də, işverən üçün də. İşçi özü öz işverənini seçə bilər, işin həcmini müəyyən edə bilər, qrafiki müəyyən edə bilər, hətta iş yerində müəyyən edir. Bu onun iqtidarındadır. İşverən isə yalnız iş saatlarını ödəyir, onun ödəməsini yerinə yetirir və hansısa sosial qaransiyalardan azad olur. Bu sosial qaransiyalar ştatda olan işçilər üçün mütləqdir. Bu sosial qaransiyalardan işverən artıq azaddır. Deməli, bu GİR ekonomikanın artan populyarlığı rəqəmsal platformaların inkişafı ilə əlaqədardır və sözsüz ki, dizayn, multimedia, IT, proqramlaşdırma bu elə bir sahələrdir ki, GİR ekonomikanın, GİR iqtisadiyyatın ilk istiqamətlərindən biridir. Deməli, bu nisbətən yeni istiqamətdir. 20-30 ilin civarında belə yaranan bir istiqamətdir və tarixi miqyasda bu yəqin ki, çox da deyil, 20-30 il çox da deyil. Deməli, GİR ekonomika haçan yarandı? İnsanlar tək informasiyanı alıb, qəbul edib, ötürməkdən savayı onu emal etməyə başlandı. Sonra bu tendensiya öz yerini tapdı. Deməli, bunun təhdidi nədən ibarətdir? Ondan ibarətdir ki, işçilər öz iş sahəsini seçərkən üstünlüklər və qaransiyalardan məhrum olurlar. Deməli, bura misal üçün sığorta daxil deyil, bura analıq məzuniyyətə aid deyil, minimal məvacib aid deyil. Daha sonra işçilər sərt hansı qrafik üzrə işləmirlər, az miqdarda pula görə işləyirlər. Hətta bu yaxınlarda Yandex.Yidanın bir kuryeri artıq öz həyatını itirmişdi iş zamanı. Yəni, belə bir problemlər var və bunu sözsüz ki, dövlət səviyyəsində həll etmək lazımdır. Amma dediyim kimi, Azərbaycanda bu sahə bir qədər geridə qalıb. Hətta Azərbaycanda yox, bu dünya üzrə bir problemdir. Deməli, GİR iqtisadiyyatın hüquqi tənzimlənməsi. Bu var və bununla biz hər gün üzləşirik. Deməli, bunun nümunələrini də mən deyəcəm. GİR ekonomikanın nümunələrini deyəcəm mən bir qədər sonra. Deməli, industriya sənaye 4.0 ümumiyyətlə müəllim də bu terminlə istifadə etdi. Burada ən böyük problem insanların həyat boyu öyrənməsidir. Deməli, IT üzrə ixtisasları mən heç götürmürəm nəzərə. Bunlara tələbat hər yerdədir. Bizim ölkəmizdən kənarda da, hüdudlarından kənarda da bu ixtisaslara çox böyük tələbat var. Lakin digər ixtisaslar üzrə insanların, mətləb mənim də bunu dedi, indi belə bir tendensiya var ki, işlər dəyişir, ixtisaslar dəyişir və yenidən insanlar sıfırdan başlayaraq, elə olur ki, sıfırdan başlayaraq nə isə öyrənməlidirlər, hansısa nəticələri əldə etməlidirlər, hansısa səviyyələrə qalxmalıdırlar.
burada yenə də imkanlar yaradılır, müxtəlif onlayn kurslar var. Heç lazım deyil indi ali təhsil əldə edəsən. Onlayn kurslar var və doğrudan da çox yaxşı biliklər verən, elə heç onlayn olmasın, face to face Azərbaycanın özündə də kurslar təşkil olunub, kodlaşdırmaya aid, verilənlərin analizdə, big data, Mətləb müəllim onun haqqında dedi. Deməli, və kvalifikasiyanı qaldırmağa, vərdişləri təkmilləşdirməyə imkan verən belə bir kurslar var ki, onlardan insanlar bəhrələnməlidirlər, bəhrələnmək istəməlidirlər. Yox, doğrudan da bu olmalıdır. Deməli, bizim ölkədə də bu trend yayılır. Lakin burada bizim böyük problemlərimizdən biri bank sisteminin təkmil olmamasıdır və kreditlərin faizinin yüksək olmasıdır. Misal üçün, xaricdə necədir insan, cavan insan haqqında əgər söhbət gedirsə, heç cavan da olmasın, orta yaşlı insan olsa da, deməli, bankdan hansısa bir sudanı götürə bilər, normal faizlərlə gedib kursunu qutarsın, sonra gedib işləyəndən sonra həmin o faizləri ödəməyə imkanı yaransın. Deməli, bu mümkündür. Sadəcə olaraq Azərbaycanda təhsilə aid olan kreditlərin problemi hələ ki qalmaqdadır. Və bir digər tərəfdən də iş sahibi, işi verən, işi təqdim edən hansısa bir məzuniyyət verməlidir. Bu da hamısı tənzimləmədə öz əksini tapmalıdır. Təəssüf olsun ki, bizdə hələ ki bu problem qalır. Deməli, dövlət kompaniyalarda işçilərin təkmilləşdirilməsi, indi hal-hazırda misal üçün biz öz universitetimizi də misal olaraq gətirə bilərik. Yenidən kvalifikasiya, kursların, treninqların keçirilməsi, bu hamısı ona yönəlib ki, işçi daim ömür boyu lifelong learningdə ömür boyu təhsil alsın və 21-ci əsrin bu əsas trendidir. Əmək bazarında bu əsas trendlərdən biridir. Deməli, bu sözsüz ki, müqavimət doğru əhali arasında, amma ki, bunsuz mümkün deyil. Bunsuz mümkün deyil, artıq bu bizim reallığımızdır. Deməli, bir sıra gig ekonomikanın bir sıra məhsulları var ki, biz onlarla hər gün görüşürük. Misal üçün, elə həmin Uber. Deməli, belə baxdıqda Uber hamı üçün sərfəlidir. Uber'dan istifadə edən üçün də, Uber'də işləyən üçün də, Uber'i yaradan üçün də bu hər tərəfli sərfəlidir. Və yaxud Airbnb belə bir resurs var ki, deməli, siz xarici ölkələrdə hardasa qalmaq üçün özünüzə hansısa məkan axtarırsınız, kiminsə evində və yaxud villasında və yaxud elə otağında qalmaq üçün hansısa resurs əldə edirsiniz. Yenə də bu hamı üçün sərfəlidir, hər kəs üçün sərfəlidir. Elə götürək misal üçün Wikipediyanın özü. Bu pulsuz bir mənbədir, ancaq mən inanıram ki, mən özüm şəxsən hansısa informasiyanı tez əldə etmək istəyəndə ilk növbədə Wikipediyaya müraciət edirəm. Və Wikipediyanın üstünlüklərindən biri odur ki, orada hər kəs, əgər mütəxəssisdirsə, hər kəs girib öz informasiyası ilə bölüşə bilər və resursu təkmilləşdirə bilər, doldura bilər. Şəxsən məncə bu bizim iqtisadiyyatımızın ən üstün bir cəhətlərindən biridir ki, lazım olan informasiyanı dərhal əldə edə biləsiniz. Təəssüf ki, burada dil problemi var. Deməli, Azərbaycan məkanında, internet məkanında hele Wikipediyanın özünün imkanları məhduddur. Yəni, bunun üçün minimum İngilis dilini bilmək lazımdır, Rus dilini bilmək insanlar bilsə ondan da yaxşı olar. Deməli, burada mən əgər
icazə versəniz, mən burada bir sayt görsədim. Deməli, çox hayıf ki, Azərbaycanda belə bir resurslar yoxdur. Deməli, bu Rusiyanın resursudur Yudo. Yudo, yəni sən bunu bacara bilərsən. Əgər görürsünüzsə, bu saytın interfeysidir. Deməli, burada 600 mindən insan burada təmsil olunub və kateqoriyalar üzrə bölünüb iş sahələri. Bura daxil olarkən hansı kateqoriyadan istəyirsiniz insanı tapıb onunla məşğul ola bilərsiniz, ondan faydalana bilərsiniz. Mən sözsüz ki, repetitor və obuçeniyə daxil oldum və burada çox asanlıqla, misal üçün, ixtisasım olduğuna görə dərhal matematikaya, fizikaya bura daxil oldum və burada istənilən addımları yerinə yetirərkən faydalanmaq olar. Digər bir resurs budur, deməli Open Hub. Open Hub burada ən populyar internet texnologiyaları IT-yə aid müxtəlif proqram paketləri var. Bunların əsas üstünlüyü odur ki, kod açıqdır. Yəni siz hansından istəsəniz götürüb faydalana bilərsiniz. Ən populyar layihələr, ən aktiv layihələr, ən çox contribution necədir? Yadımdan çıxdı siz. Əməkdaşlıqlar. Əməkdaşlar, bəli, əməkdaşlar, ən aktiv əməkdaşlar. Hətta bu Felix Yanın profilinə də mən daxil oldum. Çinli bir şəxsdir. Əgər fikir versəniz, bunun 404 layihəsi var ki, onlar dünyada müəyyən qədər populyarlıq qazanıb. Deməli, Fedora, Linux, burada yazılan bütün resursların kodu açıqdır. Təəssüf ki, Azərbaycana məxsus olan heç bir produkt yoxdur ki, o internetdə təmsil olunsun, ondan istifadəçilər faydalansınlar və üstəlik də kodu açıq olsun. Kodu açıq olsun, təəssüf ki, bu yoxdur. Deməli, freelance. Freelance bu indi artıq çox populyar bir termindir. Freelance indi hal-hazırda Azərbaycanda bu statistikadır. 650 min freelancer var ki, onlar iş axtarırlar, iş tapırlar. Deməli, burada yenə də özünün üstünlükləri və nöqsanları, çatışmamazlıqları var. Evdən işləmək rahatdır. Rahat iş qrafiki insan özü üçün yazır və üstəlik də bu məncə ən vacib olan bir şeydir. Sevimli işlə məşğul olmaq. Bu hər kəs üçün olduqca vacib bir şeydir. İnsan öz sevdiyi işlə məşğul olsun. Lakin bunun çatışmamazlığı da var ki, həmin o freelancerlar internetdə, Azərbaycan məkanında, internetdə, birjada heç cür özlərini təmsil edə bilmirlər, çünki birja yoxdur. Misal üçün, Rusiya məkanında Yudo var, Azərbaycanda yoxdur. Bu startup kimi təklif olunmuşdur və qiyməti də o qədər də çox deyil, deməli. 50 min manatdan biraz çox məbləğ tələb olunurdu. Bu 21-ci ildə mən bu mövzunu araşdırarkən gözümə dəydi. 21-ci ildə crowdfunding, deməli, insanlardan fond kimi pulları cəlb eləmək üçün orada bu informasiyamı gördüm, informasiyaya rast gəldim ki, crowdfundingdən bu birjanın yaradıcıları pul axtarırlar. Deməli, çox hayıf ki, indiyənəcən Azərbaycan məkanında baxmayaraq ki, hər il elə bizim universitetdən də, digər texniki universitetlərdən də nə qədər məzun çıxır, amma buna baxmayaraq belə bir birja hələ ki yaradılmır. Çox güman ki, 22-ci ildə və gələcəkdə buna biz nail olacaq. Deməli,
burada problem nədən ibarətdir ki, sizi seçsinlər, sizi tapsınlar. Misal üçün, birja var, siz təmsil olunmusunuz. Necə etmək lazımdır ki, yalnız sizi seçsinlər? Bu çox böyük problemdir. Deməli, müxtəlif texniki problemlər var ki, ödəmə necə baş verəcək? Əgər bizdə dediyim kimi bank sistemi də heç o qədər təkmil deyilsə, bu problemlərin özlərinin hansısa həllinin alqoritmləri olmalıdır. Deməli, free work adında düzdür, yaxşıdır, işləmir, yaxşıdır, bunun proqram kodu çox da yaxşı yazılmayıb və belə bir resurs var ki, indi hal-hazırda Azərbaycanda, deməli, bundan faydalanmaq bilmirəm nə qədər mümkündür, amma ki, hələ ki demək olar ki, ibtidai səviyyədədir. Və ən böyük bizim problemlərimizdən biri odur ki, biz onsuz da informasiya texnologiyalarını yaratmırıq. Biz informasiya texnologiyalarına adaptasiya edirik. Amma ki, adaptasiyadır. Adaptasiyanın özü də bizdə çətin gedir. O nöqteyi nəzərdən ki, yeni informasiya texnologiyalarını biz mənimsəməkdə çətinlik çəkirik. Respublika. Hələ Azərbaycanda, Bakıda, Abşeronda və yaxud Gəncə zonalarında bu barədə mən bir dəfə seminarda keçirmişdim. Hələ bu zonalarda nə qədər olmasa hansı aktivlik müşahidə olunur. Regionlarda isə ümumiyyətlə xüsusilə cənub regionlarda bu barədə rəqəmsallaşmada çox böyük boşluqlar var. Amma yenə də ümid edirəm ki, gələcəkdə hər şey həll olunacaq, düzələcək. Təşəkkür edirəm, çox sağ olun. Əgər kiminsə sualı varsa, Sağ olun, Hürriyə xanım. Bəli, bayaqları bir də Mətləb mənim qeyd elədi, əşyaların interneti. Tərən xanım da buradadır, bizim kafedramızın dosenti, həm də kafedramızın deməli müdiri akademik Əli Abbasov müavini Təranə xanım, dosent Təranə xanım Əliyeva. Bizdə bu dərsdə Tərən xanım bu fən olaraq magistraturada tədris olunur, doğrudur? Əgər səhv eləmirəmsə. Mən təşəkkür edirəm sizə Rəna xanım. Bizdə bu il bilirsiniz ki, bakalavr səviyyəsində tədris planları yeni qəbul olunub, daha doğrusu keçən ildə. İnternet əşyaları biz o fənni salmışıq, ancaq bakalavrda. Bizdə magistraturada da bəlkə seçmə fən səviyyəsində bir neçə belə müasir dövrlə ayaqlaşan, yəni səsləşən fənlər var. O sırada bizim daha çox magistrantlarımız bu sahə ilə bağlı bu illərdə bir neçə magistr dissertasiyası işi icra elədilər. Həqiqətən də çox inkişaf edən bir sahə olduğundan heç ayaqlaşmaq da mümkün olmur. O baxımdan mən indi bu günləri buradakı çıxışlara baxıram. Yəni bu günləri əmək bazarında təbii ki, tələblər ayrıdır. Təbii ki, biz də tədris işçiləri olaraq buna çox böyük diqqət ayırmalıyıq. Ona görə ki, çox məsuliyyətli işdir. Bu gün bizim verdiyimiz təhsil nə dərəcədə əmək bazarının tələblərini qarşılayır. Yəni, ilk növbədə texnologiya əsridir. Bilirsiniz ki, bu illəri bizim universitetdə də IT ili icra elan olunub və biz bununla bağlı böyük bir tədbirlər planını həyata keçirəcəyik. Təbii ki, tədrisdə də bu öz əksini tapacaqdır. Mən güman edirəm ki, bugünkü bu toxunduğunuz məsələlər məruzəçilərin tətbiqlə bağlı fikirləri, sonra analitika ilə bağlı burada aparılan o tədqiqatların nəticələri daha sübut edir ki, həqiqətən də əmək bazarında bu məsələlərin ümumiyyətlə böyük iqtisadi təsirləri var. Hər bir şey təhsildən başlayır. Ülviyə xanım tamam doğru buyurdu ki,
ömür boyu təhsil məsələsi bu günləri bizim universitetdə də bu bir trend olaraq gedir. Çünki yeni predmetlər üzərində biz təlimlər keçirik. Siz özünüz bilirsiniz ki, hər bir müəllim sertifikasiyadan keçir, ondan sonra həmin fənlərin tədrisinə vəsiqə almış olur. Əgər bir halda ki, müəllim bu cür hazırlanırsa, tələbə nədən hazırlanmasın və güman eləyirəm ki, bizim indi bir misal da çəkə bilərəm ki, məsələn, bizim məzunumuzu biz bu illəri öz sıralarımızda görürük. Nə səbəbdən? O səbəbdən ki, bizim göndərdiyimiz təcrübə obyektində tələbə özünü doğruldur və orada özünə karyera qurur. Və bu da bizə doğrudan da müsbət bir göstəricidir ki, həqiqətən də göndərdiyimiz o tələbə o təcrübə obyektində vaxtını boş keçirməyib, yəni imkanlarını genişləndirib. Əgər orada onu qiymətləndirib işə götürürlərsə, biz onu niyə işlə təmin eləməyək? Və bu baxımdan tədrislə praktika, eləcə də yəni elmlə belə deyə praktika vəhdət təşkil elədiyindən biz bunu bir daha burada da öz işlərimizdə elə qurmalıyıq ki, bu sahədə böyük nailiyyətlərə nail olaq. Mən belə hesab edirəm ki, Rəna xanım, sizin silsilə seminarlarınızın elə bilin bu ilin yekunu üçün son elə bir akordudur. Bəlkə də yenə biri var. Son da Təranə. Təbrik edirəm. Yəni bu son 3 ayda bizim fasiləsiz olaraq bu təhsilə qayıtmamız, pandemiya dövrünün bilirsiniz, böyük təsirləri olub. Biz elə bil yenidən qururuq hər şeyi. Ya bu dövrdə sizin də üzərinizə böyük işlər düşüb. Hesab edirəm ki, sizin də işinizi mən kiməm ki, qiymət verirəm. Ancaq bizim Elmi Tədqiqat Mərkəzi Ülvi xanımın rəhbərliyi altında bu ərəfədə yekun dövrü üçün, yəni çox sayda məqalələr artıq böyük elmetrik bazalarda öz indeksasiyasını tapıb. Ya bu işdə əlbəttə ki, stimul olmalıdır. Rəhbərliyimiz də sağ olsun ki, bunları dəyərləndirir. Mən sizin şöbənin işinə də, bu məruzəçilərin də, mərkəzlərinin işinin idarə olunmasında, onların fəaliyyətində böyük uğurlar arzu edirəm. Təbii ki, bəlkə də mənim bu çıxışım heç də sual verəcək bir məqamlar yaranmışdı. Ancaq düşünürəm ki, o suallar elə Ülvə xanımın çıxışında da öz əksini tapdı. Hər bir məruzəçi ayrıca bir prizmadan baxış eləsələr də sonuçta məqsəd birdir. Yəni əmək bazarına nə təsir eləyirsə, hamısını biz burada xırdalıqlarına can araşdırdıq. Hər birinizə təşəkkür edirəm. Bir daha söz verdiyinizə görə də sizə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun, Tərən xanım. Çox sağ olun. Sözü olan və yaxud da sualı, məruzəçilərimizə sualı olan varsa, zəhmət olmasa buyurun. Rəna xanım, olar. Mən Olar, fikrimi bildirim. Buyurun. Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. İlk öncə mən də təbriklərə qoşuram. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bütün hamını təbrik edirəm. Hər iki məruzəçiyə də təşəkkür edirəm. Həm Mətləb müəllimə, həm Ülvi xanım bizim özümüzün tədqiqat mərkəzinin rəhbəridir. Rəna xanım, sizə də sağ ol. Mən bir fikrimi eləcə də görüm, əgər sualıma cavab tapa bilsəm. Tapa biləndə görə elə varmı, bilmirəm. Hər ki, belə deyək ki, məruzəçini dinlədim. Mən özüm intellektual texnologiyalar fənnini tədris edirəm 4-cü kurslarda. Burada süni intellekt sistemlərinin ümumiyyətlə belə deyək də ayrı-ayrı sahələrə tətbiqindən danışıldı. Mətləb müəllim məsələn Azərbaycan iqtisadiyyatında ayrı-ayrı sahələrdə ümumiyyətlə rəqəmsallaşmanın tətbiqini. Bizdə mən uşaqlara tədqiqat işləri verirəm. Ülviyə xanım təşəkkür edirəm. Müəyyən nüanslara toxundunuz. Mənim özümün də çox maraqlı oldu. Mən maraqlı Mətləb müəllim Azərbaycanda hansız? Bəs siz özünüz ümumiyyətlə şirkətlərə belə deyək də, məncə Mətləb müəllimgil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində elə deyil. Yəni üzr istəyirəm. Yəni ümumiyyətlə siz qoyursunuzmu məsələn şirkətlərə ki, bax bu sahədə siz də məsələn gələcəkdə, indi mən çox da çıxış etmək istəmirəm insanların belə deyək də maneəçilik törətməyimi. Biz də bilirik gələcəkdə 2050-ci il ümumiyyətlə işsizlik ordusu çox güclü şəkildə artır. Məsələn mən tədris etdiyim fənnin nöqteyi nəzərindən mən bilirəm
hansı ölkələr ki, bununla mədədlər, amma Azərbaycan dövlətimiz çox istəyir, ancaq bu sayədə biraz elə də yüksək nailiyyətləri yoxdur. Amma mən bilmək istəyirəm, siz ümumiyyətlə ayrı-ayrı şirkətlər, məsələn, Azərbaycanda sahələri qoydunuz, məsələn, baxdım orada, gördüm tikinti sahəsi müxtəlif. Ümumiyyətlə, konkret Azərbaycanda fəaliyyət göstərən şirkətlərə siz ümumiyyətlə qoya bilərsiniz, məsələn, gələcəkdə bunun qarşısını almaq üçün siz öz daxilinizdə hansı siyasəti yürüdə bilərsiniz? Məsələn ki, bu dəqiqə bütün sahələr belə vəxam qeyd eləyir, belə deyək də, bəşəriyə ölmə, bizim Peyğəmbərimiz də buyurub, qəbirdən, 5-dən qəbirə qədər oxumaq. Ancaq ki, mən məsələn biraz fərqli düşünürəm. Çünki texnologiyalar inkişaf etdikcə bizə uşaqlarımızda tənbəllik daha çox yaranır. Yəni mən müəllim nöqteyi nəzərdən. Siz şirkətlərə ümumiyyətlə qoyursunuzmu ki, öz gələcəkdə, bax bunun qarşısını almaq üçün nə edə bilərlər və yaxud da ki, rəqəmsallaşmanı necə həyata keçirə bilərlər? Gələcəkdə işsizliklə rastlaşmaması üçün, məsələn, Ülviyə xanım da, Mətləb müəllim də qeyd elədi, hansı bölgələrdə, araşdırma aparmısınız, Bakıdan başqa, harda aşağıdır göstərici, harda yuxarıdır, bax, bu kontekstdə. Çox sağ olun, Rəhmə xanım, təşəkkür edirəm. Mətləb müəllim cavablandıra bilirsiniz, Mətləb müəllim? Mətləb müəllim də desə. Üzr istəyirəm, eşidirəm. Aha, buyurun, Mətləb müəllim, Könül xanımın sualına. Könül xanım, bu dəqiqə yanıma adam gəlmişdi. Aha, eyb yox, problem deyil. Yəni, təkrar edin qısa olaraq, Könül xanım, mümkünsə. Könül müəllimə? Hə, Mətləb müəllim, üzr istəyirəm. Yəni, Könül xanım, Hə, mən qeyd etmək istəyirəm ki, siz Azərbaycanda ayrı-ayrı sahələr üzrə bayaq qeyd etdiniz, yəni rəqəmsallaşmanın təsiri, gələcəkdə fəsadları. Yəni mən demək istəyirəm ki, siz yəni nazirlik nöqteyi nəzərindən ayrı-ayrı şirkətlərə Azərbaycanda fəaliyyət göstərən, istəyir özəl, istəyir yerli, istəyir beynəlxalq şirkətləri. Gələcəkdə bunun qarşısını almaq üçün kvotalar müəyyənləşdirmisinizmi və yaxud da ki, məsələn, gələcəkdə sizin qarşınızı almaq üçün belə də rəqəmsallaşmanın sizin şirkətə gələcəkdə hansı ziyanı ola bilər və yaxud da qarşınızda kvotanız varmı ki, məsələn deyək ki, bax, belə olan halda biz nə edə bilərik və yaxud da ki, təhsil nöqteyi nəzərindən. Çox sağ olun, minnətdaram. Aydındır Könül xanım. Könül xanım, yox, belə bir kvota müəyyənləşdirməyib. Bizdə hələ ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kvotalar ancaq açıq deyim, iş yerlərində məhdud imkanları olan şəxslərin işə düzəlməsində tətbiq olunur. Amma gələcək üçün müəyyən işlər görmək üçün strategiya var. Nazirliyin strateji fəaliyyət planı var. Sonra dövlətin müəyyən dövlət proqramları var ki, tutaq ki, Azərbaycan 2030 milli prioritetlər proqramı var. Sonra məşğulluq strategiyasının inkişaf etdirilməsi üzrə tədbirlər planı var 2030-cu ilə kimi. Və bu cür proqramlarda müəyyən o qabaqlayıcı tədbirlər öz əksini tapıb. Yəni, nə etmək lazımdır ki, dediyimiz kimi o işsizliyin kütləvi almaması, müəyyən görülən, ta ki bizim verilmiş təkliflər əsasında müəyyən tədbirlərin həyata keçirilməsi bunun qarşısını necə ala bilər? Biz birmənalı olaraq belə bir fikirdəyik ki, bundan qorxmaq lazım deyil. Milyon problem varsa milyon da həll olacaq. Milyon yaxşı hazırlanmış mütəxəssis o heç vaxt işsiz qalmayacaq. Hər biri onların özü yeni bir iş yeridir. Onlar, biz artıq o Ülviyə xanım da vurğuladı. Freelans bir fəaliyyət sahəsi kimi artıq bizim cəmiyyətimizə daxil olur. Yəni, həmin o işsizliyi gözləyən şəxslər sərbəst formada öz iş yerlərini aça bilərlər, özlərinin fəaliyyətlərini davam etdirə bilərlər. Yəni, bundan qorxmaq lazım deyil. Digər, tutaq ki, həlli yollar olacaq ki, biz bunu birgə, yəni təhsil sistemi, bizim naziri, İqtisadi İnkişaf Nazirliyi, birgə bunların hamısını müzakirə edib, müəyyən yollar tapacaq. Yəni, kvota yoxdur. Yəni, biləsiniz ki, əvvəldən kvota yoxdur. Çünki bunu hələ biz bilmirik. Yəni, mən orada qeyd elədim. Yaranacaq 2030-cu ildə iş yerlərinin 85% məlum deyil. Yəni, hələ məlum deyil ki, o 85% hansı iş yerləri yaranacaq. Yəni, bunun özü bir gözləntidir, bir, necə deyərlər, bizi tutaq ki, bu gözləntilərə hazır olmağa çağırışdır və biz də çalışıb müəyyən bu təhlillərimizlə, tədqiqatlarımızla bunun ciddi sosial fəsadlara gətirib çıxarmaması üçün qabaqlayıcı tədbirlər görmək üçün belə indən işlər görməliyik. Bu qədər, mən deyə bilərəm. Çox sağ olun, təşəkkür edirəm. Bir də çatda Anar müəllim Eyübov yazıb, təşəkkür edir və sual verir ki, rəqəmsallaşma sahəsində bilik və bacarıqlarımızın artırılması üçün hansı istiqamətdə tədbirlər görməliyik?
Yəni Kim ki, cavab Ülviyə verəcək? xanım cavab verər. Yəni bu təhsildir, yenə də öyrənmə sistemidir, ömür boyu öyrənmədir. Bunun müxtəlif yollarla fərdi formada öyrənmədir, müəyyən qrupa, platformalara daxil olmaqla öyrənmədir və s. Bunun əsasında Doğru. çox gözəl Ülviyə xanım bir platformanı təqdim elədi. Bu elə bir ki, öyrənmənin bir yollarından biridir. Amma indi gələcəkdə biz təkcə freelans yox, platformalarda fəaliyyətləri də təbliğatını aparmalıyıq. Müxtəlif internet vasitəsilə nə qədər işlər görmək olar. Yəni onun da bir təsnifini, yəni reyestrlərin hətta deyirəm ki, çıxartıb bu təqdim etmək lazımdır cəmiyyətə. Buyurun Ülviyə xanım, yəni ki sizdə. Mən bircə söz əlavə etmək istərdim. Çox sağ olun Mətləb müəllim. Deməli, bu rəqəmsallaşma problemi əsasən mənim nəzərimcə bu dövlət strukturlarına daha çox aiddir. Yəni private strukturlarda onsuz da mütəxəssis öyrənməlidir buna. Bunun başqa variantı yoxdur. Hətta bir dəfə mən bir kursda iştirak etmişdim. Orada məruzəçi dedi ki, bazar özü seçəcək sizi. Əgər siz lazımsınızsa bazara, bazar sizi seçəcək. Əgər lazım deyilsinizsə bazar sizi atacaq. Deməli, şəxsi strukturda, fərqli strukturlarda bu artıq işləyir. Rəqəmsallaşmadan qaçmaq mümkün deyil. Dövlət strukturlarında biraz çətindir. Deməli, bizim əməkdaşlarımız da bilirlər ki, hələ 1-2 il bundan öncə mən Microsoft üzrə universitetdə kurslar təşkil olunmuşdu. Orada Word-Excel Reyhan xanım Əzizova ilə bir yerdə aparırdı. Deməli, orada mən müşahidə etdim ki, müəllimlərin, bu insanlar xüsusi bir IQ-yə malik olan insanlardır, heç olması minimum olaraq. Amma ki, onların Microsoft üzrə bilikləri nə qədər geridədir. Hətta kurs keçəndən sonra 2 gün biz kurs keçdik, səhərdən axşama qədər. Amma yenə də ondan sonra elə həmin müəllimlər yenə də mənə artıq şəxsi də özünə müraciət edirdilər ki, misal üçün də hansısa funksiyanı necə yerinə yetirmək olar, bu Word-də, Excel-də və s. Yəni, mən demək istəyirəm ki, o 2 günlük kursların demək olar ki, nəticəsi 10-15% olsun. Belə oldu. Mən bunu özüm müşahidə etdim. Hətta bu müəllim kollektivi arasındaydı. Biz texniki işçiləri bura qaçsaydıq, bəlkə faiz dərəcəsi ondan da az olardı. Deməli, dövlət strukturlarında hansı mexanizmları düşünmək lazımdır ki, o artıq menecerlərin işidir. İcazənizlə Rəna xanım, Buyurun. Ülviyə xanımın sözünə bir əlavə eləmək istəyirəm ki, biz bilirsiniz ki, uzun müddətdir həm Təhsil Nazirliyinin, həm də yol xəritəsi ilə bağlı çoxlu işlər gördükdə, yəni hesabatlar verdikcə o işləri görüb də hesabat verdi. Bir də elə sizin iştirakınızla rəqəmsal öyrənişlərin yadınıza gəlir. Yəni ki, bu sahədə boşluq var. Bizim bu boşluqları doldurmaq söhbətləri, yəni məsələləri ortaya çıxır. İndi Anar müəllim gözəl sual verdi, rəqəmsal bacarıqların inkişaf elətdirməsi. Bu aşağıdan yuxarı gedən bir prosesdir. Əgər belə özəy varsa, onu inkişaf elətdirmək olur. Hətta bugünkü dövrdə heç özəyi də, yəni fundamenti də yoxdursa belə, yəni bu günümüz tələb edir bunu. Heç kəs bundan qaça bilməz. Ona görə də birbaşa bu rəqəmsallaşma çox belə termin olaraq belə möhtəşəm səslənir. Bilirsiniz, bütün sahənin rəqəmsallaşması, indi bax o təlimlər də öz yerində, aşağıdan yuxarı o biliklərin artırılması, bir var müəllim və yaxud da hər bir işçi özünün imkanlarını realizə eləmək üçün və yaxud da işini görmək üçün müəyyən işləri görür. Bir də var ki, profesional səviyyəsində. Bax, məsələn, elə Microsoft-dan danışırsınız, o özü elə bir şirkətdir ki, bizə təklif elədiyi bütün proqram məhsullarını DOS interfeysinin təqdim edib. Bilirsiniz nə deməkdir DOS interfeys? Yəni, istifadəçi profesional olmasa belə, imkanları çatır ki, o yolu başacan getsin və getdiyi qədər də geri qayıtsın. Yəni, deməyim odur ki, bu rəqəmsallıq artıq bizim içimizdə olmalıdır. Müəyyən qədər o insanın öz baxışları səviyyəsi ilə əlaqədar olan bir şeydir. Mən bir şeyi də qeyd eləmək istəyirəm ki, Mətləb müəllimdən bayaq yaxşı bir diskussiya alındı. Bu günləri xidmət sahələri artmaqdadır.
Əgər burada bu günə robotların tətbiqindən söhbət gedirsə, sənaye müxtəlif sahələrində o rəqəmsallaşmanı həyata keçirən müxtəlif qurğuların istifadəsindən gedirsə, bu gün qeyd eləmək lazımdır ki, həmin yol xəritəsində göstərilən bir məqamı unutmayaq. Xidmət sahələrinin sayı o qədər artacaq ki, İKT üzrə söhbət ondan gedir ki, rəqəmsallaşma da bu sahə ilə bağlıdır. Ona görə də bu günləri işsizlik problemini qlobal şəkildə belə düşünək ki, biz işsiz qalacağıq və eyni zamanda da həmin onun aradan qaldırılması üçün bir şans elə rəqəmsallaşmanın özüdür. Yəni, bir zamanlar da söyləyirlər, o rəqəmsal boşluq, yəni uçurum deyilən bir anlayış vardı. O, indi nəsillərlə, nəsil və nəsil, daha doğrusu yeni nəsil gəldikcə mən elə hesab edirəm ki, o uçurum aradan qalxır və rəhbərlik dövlət qarşısında qoyulan əsas elə bizim qarşımızda qoyduğu əsas vəzifələrdən biri də bizim tədris işçiləri, öyrədənlər ya bu boşluğun aradan qaldırılmasında yenə də məsuliyyət bizim üzərimizə düşür. Biz ömür boyu təhsil almalıyıq, öyrətməliyik, əvvəla öyrənməliyik, sonra da öyrətməliyik. Ona görə də... Reallığı da onsuz da Fərhan xanım elə. Bax, bu mövzu həqiqətən də verilən suallar çərçivəsində həqiqətən də belədir. Bir aşağı IQ səviyyəsi olan bir insan bu işləri görə bilir. Yəni, bu günləri ayrı-ayrılıqda bizim universitetdə də bilirsiniz də, rəqəmsal könüllülər dəstəmiz var. Yəni, o boşluğun aradan qaldırılmasında istənilən səviyyədə, kənddə, şəhərdə, mən bilmirəm, regionlarda müəyyən dəstək qrupları təbii ki var. Ona görə də, yəni, bundan da çəkinmək lazım deyil. Biz onsuz da böyük vətən müharibəsində qalib gəlmiş xalqıq, bir millətik. Yəni, bu şeylər bizim qarşımızda elə də çətinlik törətməyəcək. Mən elə düşünürəm ki, iqtisadiyyata çox müsbət təsiri olur və olacaq da bu rəqəmsallaşma hələ bütün sahələrdə başa çatandan sonra biz müəyyən proqnozları verə biləcəyik. Təşəkkür edirəm. Təşəkkür edirik. Biz də sizə Tərənin xanım. Başqa sözü, müzakirəsi olan varmı tədbir iştirakçılarından? Yoxdursa biz yavaş-yavaş bitirə bilərik. Mətləb müəllim, Ülviyə xanım, İsmail müəllim, bəlkə nəsə əlavəniz varsa buyura bilərsiniz. Çox sağ olun, xanım. Səsim eşidir? Bəli, eşidirik. Buyurun İsmail müəllim. Mən də Ülviyə xanımla da məsələn təşəkkür edirəm. Çox həqiqətən rəqəmsallaşmasının məşğulluğa təsirlə gözlənilən təsirlərə dair fikirlərini bildirdilər. Mənim də fikrimcə təbii ki, rəqəmsallaşma geri dönməz bir prosesdir. Yəni, bunu bizim istədiyimiz nasıl olmayaraq bu proses gedəcək və bu sürəti əlbəttə getdikcə artacaq. Çünki biz görürük ki, hər bir prosesin başlanmasından sonra bir müddət keçəndən sonra sürəti o qədər yüksəlir ki, biz gözləmədiyimiz halda müəyyən bir çətinliklərlə qarşılaşırıq. Bu baxımdan iqtisadiyyatın rəqəmsallaşmasının məşğulluğa təsiri də bu gün bizim gözlədiyimizdən daha böyük nəticələrini göstərəcək. Yaxın ki, yaxın 5 ildə, yaxın 10 ildə. Amma bunun təsirini biz necə, bu problemi necə aradan qaldıra bilərik? Bu suala cavab tapmalıyıq. Mənə gəlir ki, burada ən ciddi məsələ, ən əsas diqqət yetirəcəyimiz məsələ məşğulluğa olan münasibəti dəyişməliyik. Yəni, məşğulluq dedikdə ənəvi baxışımızı dəyişməliyik. Məşğulluq dedikdə heç də biz bütün həftənin 5 günü, 6 günü, səhərdən aşağı qədər işləyən işçiliyi deyil. Daha az müddətdə, daha az iş, belə deyək ki, çox keyfiyyətli iş görə biləcək kadrların hazırlanmasına baxmalıyıq. Bu halda biz, tutaq ki, texnologiyanı əgər insan əvəzləyirsə, insan amili ön plana çıxmalıdır, insan həyat səviyyəsini yüksəltmək amili ön plana çıxmalıdır və insan əvvəl kimi 5 gün, 6 gün deyil, gündə 3 gün, yəni 3 günlük, 4 günlük iş tezində keçməklə, iş saatlarını azaltmaqla həmin bir iş, əvvəl bir yerdə işləyən insan əvvəldə 2 nəfər, 3 nəfər işləməsi təmin etməklə biz məşğulluq problemində, yəni iqtisadiyyatın rəqəmsallaşması şəraitində, qeyd etdiyimiz texnologiyanın insana əraz etməsi şəraitində həll edə bilərik və beləliklə biz insanın inkişafına, onun sosial həyatının daha da güclənməsinə, mədəni həyatının daha da güclənməsinə diqqəti artırmaqla, deməli, belə deyək ki, daha yüksək inkişaf səviyyəsi, daha yüksək həyat səviyyəsi çatan bir cəmiyyətin yaradılmasına nail edilir. Yəni, bu baxımdan rəqəmsallaşma düzdür, məşğulluğa problemi yaradacaq, amma bu problemin həlli də yenə də mümkündür. Yəni, bu problemin həlli də insan keyfiyyətli həyat səviyyəsi,
yüksək həyat səviyyəsini yaratmaq istiqamətində yönəlmiş siyasət etməkdə, məşğulluğa qayət etdim ki, ən baxışı dəyişməkdə biz bu problemi həll edə bilərik. Mən yenə də təşəkkür edirəm hamısı bu tədbir təşkil etdiyinizə görə. Burada iştirak edən hamısı da qarşıdan gələn həm yeni həm də həmrəylik münasibətlə təbrik edirəm. Çox sağ olun. Təşəkkür ederiz İsmail müəllim. Sağ olun. Bu bayaqlarda qeyd elədik. Bu bizim bu sezon üçün, bu mövsüm üçün 2021-ci il üçün son elə bir ki tədbirimizdir. Mən də qarşıdan gələn 2022-ci il münasibətilə hər birinizi təbrik edirəm. Bol-bol uğurlar, əsas can sağlığı ailələrində, iş fəaliyyətində, elmi fəaliyyətində və s. kimin hansı sahədə gözləntisi daha böyükdürsə, onlara uğurlar arzulayıram və həm də Dünya Azərbaycanlılar Həmrəylik Günüdür, 31 dekabr. Və biz Tərən xanım da qeyd elədi, təbii bizdə silsilə tədbirlər olur, hətta olur ayda bir neçə tədbirimiz olur. Təbii ki, mən həm də UNEK rəhbərliyinə də təşəkkür etmək istəyirəm. Həm də bu əslində tədqiqat mərkəzlərinin UNEK-də yaradılması çox böyük məncə də UNEK üçün uğurdur. Çünki hər bir mərkəz fərqli-fərqli ayrı-ayrı deməli sahələri araşdırır, tədqiqat aparır və ümumi müzakirəyə gələndə elə biz özümüz də bilmədiyimiz nə qədər məlumatlar əldə edirik. Bir növ elə bu özü də bir ömür boyu təhsil kimi maarifləndirir. Hətta qeyri-ixtisaslar da məsəl üçün qoşulub müəyyən deməli məlumat ala bilirlər. Bizdə əvvəlki tədbirlər də var idi. Məsəl üçün Vergilər Nazirinə və s. biz Vergilər Xidmətindən biz əməlli başda onlardan da belə bir diskusiya, bir vətəndaş olaraq bir sual verib cavab almaq istəyirdik və s. Yenə də bugün bizə vaxt ayırdığı üçün hamıya təşəkkür edirik. Xanım, icazə verirsiniz. Aha, buyurun, buyurun. Əlbəttə ki, buyurun. Deməli, çox sağ olun söz verdiyinizə görə. Deməli, əgər yadınızdadırsa, mən sizə müraciət etdim ki, Rəqəb xanım, hansı mövzuda mən tədbirimi keçirdim və siz dərhal dediniz ki, İsmail müəllim istəyirsinizsə, onun da tədqiqat mərkəzi əmək bazarı ilə əlaqədardır, elə rəqəmsallaşma və dərhal İsmail müəllimə zəng etdim və o da çox belə böyük entuziazmla mənim təklifimi qəbul etdi və çox sağ olun ki, İndi belə bir müştərək diskussiyanın keçirilməsinə imkan yaradıldı. Mən bilmirəm, Rəna xanım, belə iki müxtəlif mərkəzlərin indiyə qədər belə eyni vaxtda hansısa tədbiri olubmu sizdə? Olub, belə bəlkə bir-iki dəfə uyğun belə mərkəzlərdə olub. O da indi bu yaxınlarda yox, əvvəlki illərdə olub. Əvvəlki illərdə. Mən düşünürəm ki, əgər mən özüm ayrıca çıxış etsəydim, belə maraqlı alınmazdı. Allah olub. Sadəcə mövzu özü də maraqlıdır, həm də aktualdır. Çünki məşğulluqla bağlı, rəqəmsal hamımızı, hərdən biz də özümüz danışırıq ki, indi robotlar və s. o gün, bugün desən səhər gördüm, yeni bir robot, hətta əl hərəkətini gözləri ilə izləyə bilir də, daha təkmilləşmiş forma. Amma yenə deyirəm, insan faktorunu heç kim əvəz eləyə bilməz. O force major halda ki, o qərar qəbul etmək var, son dəqiqə, onu heç bir robot bizə əvəzləyə bilməz. Təbii ki, amma ixtisaslar dəyişəcək, qeyd elədiyi kimi gələcəkdə. Çox sağ olun. İsmail müəllimə də təşəkkür edirəm. Məhdad müəllimə də təşəkkür edirəm. Rəna xanım, sizə xüsusilə təşəkkür edirəm. İcazə versəydiniz, mən də bir əlavə edirdim. Bir Milli Observatoriya kimi məhz bu mühiti yaratdığınız üçün digər bizim, necə deyirlər, kommunikasiya çox vacib məsələdir ki, dövrdə ki, biz bir-birimizi eşidirik, dinləyirik, bir-birimizdən öyrənirik. Mən öz rəhbərimiz İdarə Heyətinin sədri Elşən Əsədova da özüm minnətdarlığımı bildirirəm ki, biz üçün bu cür şəraiti yaradır və özü də bu sahələrin, deyək ki, nəinki ideologu, həm də ki, aparıcısı da özü də bu layihələrə, bir neçə bu istiqamətli layihələrə rəhbərlik edir. Artıq rəqəmsal iqtisadiyyatın müxtəlif sahələri üzrə müəyyən layihələr həyata keçirilir bizim tədqiqat mərkəzində burada, yəni Milli Observatoriyada və onların da gələcəkdə yenə sizinlə bölüşməyə hazır olacağıq. Çox sağ olun diqqətinizə görə. Sağ olun. Müəllimə bizim də sağolumuzu çatdırarsınız. Keçən tədbirimizdə iştirak eləmişdi özü. Mən güman edirəm, bugün də iştirak edəcək. Nədənsə olan işdir, sağ olun. Aha, tamam, oldu. Sağ olun, gələn görüşlər. Sağ olun. Özünüzə yaxşı baxın, gələn il inşallah görüşmək ümidilə. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.